Salam dostlar, buraxılış imtahanında qarşılaşa biləcəyiniz sual tipinin gəlin biri ilə tanış olaq. Bu, nömrələnmiş cümlənin mətndən çıxarılması ilə bağlı olan sual tipidir. Biz indi bunu necə tapacağıq? Biz nömrələnmiş cümləni oxumayacağıq. Görək məzmunda uyğunsuzluq yaranırmı? Yaranırsa, deməli, həmin cümləni mətndən çıxartmaq olmaz. Yaranmırsa, deməli, çıxartmaq olar. Gəlin indi biz bunun üçün həmin cümləni oxumayacağıq. Baxaq, ölkəmizin müxtəlif ərazilərində aparılan tikinti işlərində Alman hərbi əsirlərindən də istifadə edilirdi. İndi biri oxumayaq. Alman hərbi əsirlərin arasında müxtəlif sahələr üzrə çoxlu mütəxəssislər vardı. Bu alındı. Biri çıxarda bilərik. Sonra keçək 2-ni oxumayaq. 1955-ci ildə tikintiyə gətirənlərin hamısı öz vətənlərinə yola salınır. Ancaq bu belə olmadı. Nə belə olmadı? Bax, nəyin belə olmamağı ikinci cümlədədir. Ona görə 2-ni çıxarda bilmərik. Sonra 3-ə baxaq. Əhali onlara öz boğazlarından kəsərək isti yemək çörək verirdi. Saatlı rayon sakinlərindən olan səbəb, bəli, həmin günləri xatırlaya bilər də bu. Yəni 3-ü biz oxumasaq elə də bir problem olmaz. Yəni 3-ü çıxarda bilərik. 4-ü indi arada qoyaq gedək. İnsanlar başa düşürdülər ki, müharibəni onlar başlamayıblar. Əsirlər gələndə mənim 6 yaşım olardı. Görürsüz, uyğunsuzluq oldu. Çünki bu kiminsə nitqidir. Ona görə biz 4-ü mətndən çıxarda bilmərik. Sonra 5-ə baxaq. Dəfələrlə mərkəzdəki binaya qaçıb barmaqlıqlar arasında onlara konfet vermişəm. Qara dolusu içində duzlu olur. Dadyalı idi. Nə qara da olsa fikir verirsiniz, yəni uyğunsuzluq yarandı. Ona görə biz 5-i də çıxarda bilmərik. Sonra indi 6-nı oxumayaq. Səhərlər əsirləri işlətməyə aparanda onlara gizlincə evdə pişmiş qara çörək uzadardıq. Mingəcə, bəli, bu olar. Yəni burada qara dolusu içində duzu olurdu, dadı əlaydı. Yəni çörəyin burada bir növ keyfiyyətindən danışıb bizə lazım deyil. Ona görə bizim burada oldu cavabımız 1, 3, 6. İndi keçən günlərdə keçirilən güvən sınağı imtahanında bu